Hürmetli vatandaş, bugünkü leksiyalarımızla başlayımız. Leksiyada Sadakaca Rosa, Washington'dan sözleyimiz. Bugünkü sağışkemen 20. yıl, 3. ayının 25. günü, hepteki çarşamba. Vaziyetin bir kelime ey sağ bu vaziyet sizden bizim kanımızla kaşkalıdı. Mesela hazır Amerika koşmuş ştattır da virüs bilen jukumlanğanların sani 50 mindən açtı. Bugün etdigəndəki xəbərdə qaza qılğanlar 700'dün açtı. Bu sizin, bizim, həmimizin, bütün Amerika xalqının könlünü kaşkalıdığan bir xəbər. Hazır vəziyyət, ana şu virüs bilen ilişiş, virüs'a karıştırış. Ondan ki bugün sizlerle sözleydiği leksiyamız, yani şunun alakadar tüvendikidek mavzularda. Birinci, Amerika Koşmuş Ştatları Devlet Meclisi virüs meselesi tüpeyli tartkan ziyallarını tölütüp eliş üçün kanun layığa oturup koydu. Mavzuda xəbər 3-cü ayının 25-ci günü üçün qoğa nəzarı torbiyeti ilan qılındı xəbər. Mındaqmışda. 3-cü ayının 24-cü günü Amerika, Indiana ştatıdan Cumhuriyetçiler Partisi'nin əzası, növbətdə Devlet Meclisi Avam Palatasının əzası, Jim Bankes, partiya guruhlardan alqılan kanun layığa oturğa koyup, Cungo hükümetinin dəstləbdiler jukumluq virüsqa xata muamele qılğanlıqıqa məsul bolışını, cümleden jukumluq virüsünün əhvalını yuşurup, yalğan xəbər tarqatqanlıqıqa, xalqara səyyə mütəxəssislərin həmkarlışını rədd qılğanlıqıqa, muhbir ve doktorlarını şikayet tekşürgenliğine hem de mehbiyetli hem de məqsədli qalda geçirenler azsallık milletlerinin sağlamlıqıga, səl qarağallıqıga məsul buluşunu tələb qıldı kanun layihədə. Oxşarsa Amerika, Missouri Ştatı Cumhuriyetçiler Partisi'nin əzası senatör Josh Hawley kanun layihəsi Keməş Palatası'da oturğa koyup, Cungo'nun 3-cü ayının 11-ci günüdün burun, Cungo tacısıman jukumluq virüsünün bütün yer şəhərdə qandaqsız tarqalğanlığını, Amerika xalqı ve bütün dünya xalqıya qandaq ziyan zəhmət yetkizgənligini təkşürüşkə müraciət qıldı. Amerika Devlet Meclisi əzaları kengayıvatqan ziyan zəhmət aldıda töləm tölütüş fon kişisi kuruşni tələb qıldı. Bankes, Jim Bankes kanun layihəsi növbətdə COVID 19 jukumluq virüsünün Cungo'dan kelmegenligini ispatlaydıgan her qandaq paket tapalmıgan ahval astıda Cungo'nun jukumluq virüs Amerika hərbilərdən keldi deydigan səpsətələrini tənqid qilish, Cungo'nun Amerika muhbirlerini Cungo'dan qoğlab çıxırış kararını əməldən qaldırışını, Şinjan'da, müstəmlika Uyguristan'da nəzərbənd qılınğan Müslüman azsallık milletleri lagırdan koyup biriş, mecburi əmgək kesilişdə toxtuş tələb qılındı kanun layihədə. Hem de xalqara siyasi xalqara da səyyə təşkilatının başqurğusu Trodos'un Cungo'nu xata yetekleydiğen, medyəhleydiğen, qollaydiğen qılıqlarını yığışdırıp elişi tələb qılındı. Yana bir xəbər, Devlet Meclisi əzaları Ağsaray'da gruppa kurup, Cungo Kompartiyasının taşqara dünyada virüs doğrusu elip berip atkan teşvikatlarga qarıştırışqa müracaat qıldı.
Mavzulu haber 3. ayının 24. günü Cungo'ga nazar torbeti ilan kılındı. Haber mundaq başlan. Devlet Meclisi'nin 3 nefer azası Aksaray'a xat yazıp, Prezident Trump hükümetinin Devlet Bexatarlığı Komitetinin aslında, rəhbərligi aslında, alaylı hərkat grupsi təşkillab, Cungo Kompartiyası virusinin tarqılışı doğrusunda elip berib atqan təşviqatlarga qarşı turuşni müracaat qıldı. Hatta Senatör Gardner mundaq gösterdi. Cungo Kompartiyası yüzünden virusga qarşı turuş iktidarı yetişmey. Bütün dünyaya tarqılıb atqan virusның paketlerini kontrol qilishga urinib Bütün dünya Cungo Kompartiyası virusu payda qılgan vaziyetni onu şaşqıtırışçılıq görüstüb atqanda Cungo geopolitikalik üstünlükni qoğluşup Amerikaga buzg'unchilik qilib atıdı. Virus bütün dünyaya tarqılıb atqan bir paytda Cungo Kompartiyası tor betlerini kontrol qilib, juqumliq virus tarqalish men bir Amerikaga ishtirib qo'yishga urinib atıdı. Yaqindan beri Cungo'nun bayanatçıları Jawlijan, Hua Chunying qatarlıqlar arka-arkadan Twitter'da maqala xabarlar e'lon qilib, virusning manbai to'g'risida Amerikaga qora chaplashga urindi.